Dan yuxarı isə artıq siz piyələnmə xəstəliyinə tutulmusunuz kimi bizə ümumi bir görüş verir. Bu zaman da piyələnmənin birinci dərəcəsi olur 30-dan 34.9-a qədər, 35-dən 39.9-a qədər bir cavab alarsınızsa ikinci dərəcəli piyələnməniz var və 40 üzəri üçüncü dərəcəli piyələnməyə aiddir ki, hansı ki bu artıq sizin nə qədər problemli olduğunuzu nümayiş etdirən bir göstəricidir. Bədən kütlə indeksini təyin eləmək insanlara müəyyən qədər faydalı ola bilər. Belə ki, siz artıq hansı kateqoriyaya aid olduğunuzu bilirsiniz və buna görə nə etməli olduğunuzu, ən azından bir şeylər etməli olduğunuza dair bir siqnal sizdə formalaşa bilər. Belə ki, aşağı çəkilisinizsə, artıq sizdə siqnal formalaşır ki, müəyyən problemləriniz ola bilər, amma bu təbii ki, hər kəsə aid deyil. Aşağı çəkili olub, yetəri qədər də sağlam həyat tərzi yaşayan insanlar var. Və yaxud da piyələnməniz var.